Gəlin bu nisbət sualını sizlərlə birlikdə həll edək. Sualda deyilir ki, x plus y plus z bölü 8 bərabərdir, x plus y bölü 5 bərabərdir, y plus z bölü 4 olarsa, verilmiş kəsrin qiymətini soruşur. Bu sualı həll etmək üçün verilən bərabərliyi yenidən yazaq. Bunların hamısına bir k deyək, bərabər k olsun. X plus y plus z bərabər olacaq 8k-ya, x üstəgəl y isə bərabər olacaq 5k-ya. Və həmçinin y üstəgəl z də 4k-ya bərabər olacaq. Biz x plus y plus z-də x plus y-i ayırıb üstəgəl z yaza bilərik. Bərabər 8k. X üstəgəl y 5k idi. Onda z də bərabər olacaq 3k-ya. Z 3k olanda y üstəgəl z 4k idi. Z-in yerinə 3k yazaq. Y üstəgəl 3k bərabərdir 4k. Buradan da y bərabərdir k. Yerlərinə yazıb cavabı əldə edəcəyik. X üstəgəl 2z. X-in qiyməti 5k çıxılsın y-ə bərabərdir. Yerinə yazaq 5k çıx y. Və 2z-in qiyməti də 2 vurulsun 3k-ya bərabərdir. Y üstəgəl 2x hesablayaq. Y-in qiyməti k-dır. Üstəgəl 2 vurulsun x-in qiyməti də 5k çıxılsın y-dir. İndi ifadənin qiymətini tapmağa çalışaq. 5k çıxılsın y üstəgəl 6k bölünsün k üstəgəl 10k çıxılsın 2y bərabərdir. 11k çıx y bölünsün 11k çıx 2y. Y-ində biz qiymətin k olaraq tapmışdıq. Onda 11k çıxılsın k bölünsün 11k çıxılsın 2k. Yəni 10k bölünsün 9k. K'lar ixtisar gedir, qalır 10 böl 9. Yəni cavabımız E variantı.